Bağışlayan və mehriban Allahın adıyla bugünkü gün İslamda mühüm olan məsələlərdən biri də İslamın belə deyək özəyi olaraq, İslamın belə deyək kökü olaraq diqqət edəcəyimiz məsələlərdən biri də İslamda xeyriyyəçilik məsələsidir. İnsanlar xeyriyyəçilik məsələsində məxsusən diqqətli olmalıdırlar. Çünki xeyriyyəçilik insanların sosial nifaqını düzəldir, onları tərəqqi eləyir, onları belə deyək bir-birinə daha da mehriban eləyir və dinimizin də əsas göstərişlərindən biridir. Hətta hədislərə, ayələrə insan nəzər etdikcə görür ki, xeyriyyəçilik həm Quran ayələrində, həm məsumların hədislərində xüsusi yer tutur. Məsələn, Quran-ı Kərimə baxdıqda Bəqərə surəsinin 261-ci ayəsində Mütəal Allah buyurur ki, Allah yolunda mallarını xərcləyənlərin misalı 7 sümbül bitirən bir toxum kimidir. Hər sümbüldə 100 dənə olar. Yəni, insan xeyriyyəçilik eləsə, insan Allah yolunda mallarını xərcləsə, elə bil ki, o neyniyər? 100 qat əvəzini alar. Bəzi yerlərdə məsələn gələr 10 qat, bəzi yerlərdə gələr 100 qat. Xülasə, insan elədiyi xeyriyyəçiliyin və malından verdiyi sədəqənin xeyrini qat-qat artıqlamasıyla Mütəal Allahın göstərişi ilə neyniyər? Əgər eləsə, geri alar Allah tərəfindən. Başqa bir ayədə Allah Teala buyurur, iman gətirənlərə məxsus eləyir ayəni, buyurur, ey iman gətirənlər, verdiyiniz sədəqələri minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Bu Quran-ı Kərimdə Müqəddəs Bəqərə surəsinin 264-cü ayəsindədir. İnsanlar xeyriyyəçilik eləyəndə diqqətli olmalıdırlar ki, gərək minnət qoymasınlar. Minnət qoyulmuş bir xeyriyyəçilik əslində əzab-əziyyətdən başqa bir şey deyil. Minnət qoymaq təkcə nəzərdə bu tutulmasın ki, hər vaxtsa bununla qarşılaşanda deyim ki, bəs mən sənə yaxşılıq eləmişəm. Minnət qoymağın biri də bundan ibarətdir ki, insanların gözü qarşısında verilən hər hansısa bir sədəqəni, hər hansısa bir malı ki, kimlərəsə verirlər, o verilən kimsələrin üzlərini bugünkü gün sosial şəbəkələrdə görsənməsi, onları çəkilişdə qeyd olunması da elə onlara minnət qoyulmuş kimi hesab olunar. Çünki bu artıq insanların göz qarşısında bir insanı alçaltmaq kimi qiymətləndirilir. Çünki bunun sabahsı günləri var, bunun evladları var, bunun nəsil nəcabəti var, bu insanın özünün abır həyası var. Bunları qorumaq mühüm məsələdir. Başqa bir ayədə Allah Teala buyurur, sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyirxahlığa nail ola bilməzsiniz. Bu isə Mübarək Ali İmran surəsinin 92-ci ayəsindədir. İnsan sevdiyi şeydən verməsi sədəqə deyil, nə hesab olunar? İnfaq hesab olunar. O şeyləri ki, insanlar sevir, onlardan ki, ayrıla bilmir. Allah Teala buyurur, onlardan verməsəz, siz nə edə bilməzsiniz? İstədiyinizə nail ola bilməyəcəksiniz. Yəni, Allahın sevdiyi bəndəsi olmağa nail ola bilməyəcəksiniz. İnsan sevdiyi şey ola bilər, məsələn, birində pula o qədər bağlı ola bilər ki, insan deyər ki, məndən məsələn, canımı istəginən, amma məndən pul istəməginən. İnsan o qədər bağlıdır. İnsan ola bilər, məsələn, deyər ki, məndən pul istəginən, amma məndən kömək istəməginən başqa bir formada. İndi xülasə o qədər şeylər ola bilər ki, insan ona çox bağlansın. Ki, ondan ayrıla bilməsin, ona infaq deyərlər. O şeyə ki, sən çox bağlanmışsan, ondan ayrıla bilmirsən, o şeyə infaq deyərlər. Allah Teala buna xüsusi yer ayırır. Quran-ı Kərimdə ki, insan sevdiyi şeylərdən verməyincə nədir? Həqiqi bəndə hesab olunmaz. Bunu da eləməyə imanlı kişilər, imanlı qadınlar lazımdır. İndi kimlər eləyə bilərlər, kimlər eləyə bilməzlər? Bu ayrı bir mövzudur. Bugünkü gün diqqət olunacaq məsələlərdən biri ictimaiyyətdə əsas olaraq xeyriyyəçiliyi kimlərin etməsidir. Hər insanın xeyriyyəçilik hesab olunmaz. Düzdür, dinimizdə İslam dini bizə gətirib xeyriyyəçiliyi çıxardıb. Din bizə deyibdir ki, xeyriyyəçilik eləmək lazımdır. Amma bugünkü gün dinsizlər öz əqidəsini insanlara yeritməkdən ötəri İslam dininin göstərdiyi
neynirlər? Xeyriyyəçiliyi istifadə edirlər. Bugünkü gün üzdən iraqlığı təbliğ eləmək istəyənlər xeyriyyəçiliyə əl atırlar. Bugünkü gün terrorizmi təbliğ eləmək istəyənlər xeyriyyəçiliyə əl atırlar. Bugünkü gün narkomaniyanı təbliğ eləmək istəyənlər xeyriyyəçiliyə əl atırlar ki, ictimaiyyətdə desinlər ki, siz bunları pis bilirsiniz, amma bunlar xeyriyyəçilik edir. Bunların xeyriyyəçiliyindən böyüyən bir cəmiyyət gələcəkdə fəsad əhlindən başqa bir şəxslər ola bilməzlər. Baxın, bugünkü günləri əqidəsiz insanların belə deyək, balalarına nə ilə nüfuz eləyirlər? Üzdən İraq bir insan gəlir, xeyriyyəçilik eləyir, bir insan da onu tərif eləyir ki, bəs insanlar bunu pis tanıyır, bu bizə çörək verdi, bu bizə ev verdi, bu bizə şərait yaratdı, bu bizə pul verdi. Amma arxasında nəyi təbliğ elədi cəmiyyətimizə? Cəmiyyətimizdə üzdən iraqlığı təbliğ elədi, cəmiyyətimizdə narkomaniyanı təbliğ elədi, cəmiyyətimizdə hər növ pis xüsusiyyətləri cəmiyyətimizdə nəyin arxasında təbliğ elədi? Xeyriyyəçiliyin. Hər insandan xeyriyyəçiliyi qəbul eləmək olmaz. Misal olaraq deyək ki, böyük ustadlardan, böyük alimlərdən, ağalardan deyirlər ki, hər insanın elədiyi yaxşılıq deyil. Məsələn, götürək Həzrət Əli əleyhissalamın zamanəsində Həzrət Əli əleyhissalam da yaxşılıq eləyirdi, Həzrət Əli əleyhissalamın düşmənləri də yaxşılıq eləyirdi. İndi hansının elədiyi yaxşılıq daha üstündür? Əlbəttə ki, Həzrət Əli əleyhissalamın elədiyi yaxşılıq. Bu yaxşılıq eləyirdi ki, Allahı və dini təbliğ eləsin. Bu yaxşılıq eləyirdi ki, Allahı və Allahın hüccətini, imamı təhqir eləsin. Fərqli yönlərdə insanlar bu məsələdə diqqət olmalıdır. Balalarınıza hər insanın əlindən xeyriyyəçiliyi qəbul eləməyin. Cəmiyyətinizə hər insanın əlindən olan xeyriyyəçiliyi neynəməyin, qəbul eləməyin. İnsanın gördüyü bu işlərin gələcəkdə mühüm hadisələrə yol açacağını insanlar özləri də araşdırmaqla görə bilərlər. Bugünkü gün baxın, sosial şəbəkələrdə insanlar təbliğ eləyirlər, xeyriyyəçilik təbliğ eləyirlər. Güya ki, amma dinini əzməkdən başqa bir şey eləmirlər. Gəlir, xeyriyyəçilik eləyir, bir insanı neçə milyon insanlara, hətta milyardlarla insanın gözü qarşısında ona xeyriyyəçilik eləyir. Xeyriyyəçiliyə ümumiyyətcə bizim elədiyimiz xeyriyyəçiliyə Allahın ehtiyacı var. Xeyr, xeyriyyəçilik eləməyə xeyriyyəçilik eləyən insanın özü ehtiyaclıdır. Nəinki sinəsini qabağa versin ki, mən xeyriyyəçilik eləmişəm. Xeyr olar, sənin elədiyin xeyriyyəçiliyə Allahın ehtiyacı var. Sən hələ başını aşağı eləməlisən ki, ilahi sənə şükürlər olsun ki, mənə nəsib eləmişsən, mən xeyriyyəçilik eləyə bilirəm. Sən o qədər təvazökarlıq eləməlisən ki, hətta xeyriyyəçilik elədiyin insanın əlindən əyilib öpməlisən ki, ay Allah, sənə şükürlər olsun ki, bu bəndiyə yaxşılıq eləməyi mənə nəsib eləmişsən. Allah Teala cəmiyyətimizdə həqiqi xeyriyyəçiləri qorusun inşallah, həqiqi xeyriyyəçiliyi müdafiə edənləri qorusun inşallah, dini İslamın zəruriyyatından bizləri bixəbər eləməsin inşallah, aqibətimizi xeyirli eləsin inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.